bu sinifin idarələnməsini. Elə bir ki, yəni məsəl üçün mən ilk dəfə tanış oluram bu mövzu ilə. Qısaca imtahana da düşəcək. Qısaca nəbzini bilmək istəyirəm də. Geniş yox. Lakonik, amma əsas nəbz nədən ibarətdir onun sinifin idarə edilməsində. Buyur. Aha. Burada pedaqoq Wong deyir ki, hər bir insan həyatındakı ən vacib, ən önəmli günü onun məzun olduğu gün deyil, məktəbdə yəni ilk qədəm qoyduğu, addım atdığı gün olmalıdır. Bu cümlə bizim üçün sadə olsa da mahiyyət cəhətdən çox dəyərli bir cümlədir. Deməli, sinifin effektiv və idarə olması biz tərbiyəçi müəllimlərdən asılıdır. Öyrənmə mühiti də buradan başlayır. Nə qədər sinfi effektiv idarə etsək, öyrənmə prosesi də bir o qədər keyfiyyətli olar. Sinifin effektiv idarə olunmasında bir sıra strategiyalardan, texnikalardan istifadə edirik. Həmin strategiya, texnikalar bunlardır. Məsələn, gözlənti, şəxsi nümunə, qayda, prosedur, uşaqlar arasında sinifdə yaranan konfliktlərin aradan qaldırılması. Gözlənti nə deməkdir? Gözlənti, yəni məsələn bizlər müəllim olaraq uşaqlardan bir sıra gözləntilərimiz olur. Məsələn, onların davranışı, fəaliyyəti barədə, onların necə olması barədə onlara ötürdüyümüz mesajdır. Gözləntilər əsasən iki cür olur. Mənfi gözlənti, müsbət gözlənti. Müsbət gözlənti adından bəlli olduğu kimi yüksək, yaxşı gözlənti deməkdir. Mənfi gözlənti də zəif, aşağı gözləntidir. Məsələn, müsbət gözləntiyə deyirəm ki, mən tərbiyəçi müəllim olaraq inanıram ki, hər bir uşağın uğur qazanması üçün onun yaradıcılıq qabiliyyəti vardır. Mənfi gözləntidə aşağı gözlənti olduğu üçün deyirəm ki, indiki dövrün uşaqları heç cürə oxumaq istəmirlər, öyrənmək istəmirlər. Yəni maraqları, həvəsləri yoxdur da. Bu mənim üçün mənfi gözləntidir. Biri də var ki, bəzən elə olur ki, müəllim uşağa gözləntini aydın başa salmadığı üçün uşaq gözləntinin nə olduğunu başa düşmür. Bu da müəllimlə uşaq arasında anlaşılmazlıq yaradır. Ona görə də bizlər gözləntini uşaqlara elə başa salmalıyıq ki, uşaq gözləntinin mahiyyətini başa düşsün. Gözləntiyə nümunə olaraq məsələn deyir ki, hamı ilə hörmətlə yanaş, məsuliyyətli ol, təhlükəsizlik qaydalarına riayət et. Bu nə deməkdir? Hamı ilə hörmətlə yanaş dedikdə, yəni sakit işləyin, başqaları rahat işləməsini onlara şərait yaradın, başqaları danışanda onlara diqqətlə qulaq asın, sözlərini kəsməyin, fikirlərinə başqalarının hörmətlə yanaşın. Sizin nəsə sözünüz olanda əlinizi qaldırın, insanlarla nəzakətli olun, mehriban olun. Məsuliyyətli olun nə deməkdir? Dərsə vaxtında gəlin, dərsə gecikməyin, tapşırığı vaxtında yerinə yetirin. Sinifə girərkən deyir, bütün materiallar, məsələn, material deyəndə kitab, dəftərdir, qələmindir, yəni gətirdiyinə hər zaman diqqət et. Təhlükəsizliyə riayət et nə deməkdir? Sinifdə dəhlizdə yeriyərkən ehtiyatlı ol, səs-küy yaratma. Əl-qol hərəkətlərinə deyir, nəzarət et. Hər hansı bir ətrafda hadisə baş verdikdə, təhlükə ilə qarşılaşanda onu müəlliminə və yaxud da böyüklərinə, yaxınlarına bildir, məlumat ver. Deməli, bu gözləntidir. Sonra qayda və prosedur var. Qayda və prosedur da gözlənti kimi ən vacib komponentlərdən biridir. Qayda təkcə problemli siniflərə tətbiq olunmur. Problemi olmayan siniflərə də qaydalar tətbiq olunur. Bir sözlə qaydalara təhsil müəssisəsində olan bütün iştirakçılar, müəllim, tərbiyəçi müəllim, uşaq valideyn hər birimiz əməl etməliyik. Qaydalar tədris ilinin əvvəlində tətbiq olunur. Tədris ilinin ortalarında qaydalara əlavələr, məsələn, müəyyən dəyişikliklər ola bilər. Hətta elə olur ki, məsələn, qaydalarda müəyyən çıxarışlar da olur. Qaydaların əsas mahiyyəti odur ki, qaydalar tətbiq edilərkən bunlar önəmlidir. Qaydalar müsbət nəticə, mənfi nəticə. Bu nə deməkdir? Qaydalar adından bəlli olduğu kimi uşaqların təhsil müəssisəsində müəyyən qaydalara, nizam-intizam qaydalarını gözləməsidir. Müsbət nəticə uşaqların həmin qaydalara əməl etdikdə müsbət nəticələr əldə etməsi, mənfi nəticə isə uşaqların bu qaydalara əməl etmədikdə, pozduqda onların nələr gözləyəcəyi deməkdir. Qayda mahiyyəti odur ki, qayda uşaqların müəyyən davranış aspektini, sinifdə olan müəyyən fiziki hadisələr, uşaqların dostları ilə, yoldaşları ilə mehriban olması, nəzakətli olması, hörmətlə yanaşması, tapşırıq vaxtında yerinə yetirməsi, uğur və nailiyyət qazanmaq üçün yaradıcılıq qabiliyyətlərini irəli sürməsi, bütün bu məsələlər müəllimlə uşaq arasında hər zaman sinifdə mühakimə olunmalıdır. Bir də uşaq başa düşməlidir ki, qayda təkcə onu məsələn cəzalandırmaq üçün deyil, həm də onun uşağın davranış və sərhədlərini müəyyənləşdirmək üçün tətbiq olunur. Sonra orada var idi. Qaydadan sonra Ləman. Qaydaların maksimum sayı nə qədər olmalıdır? Məsələn, nə qədər qayda tərtib etsək məqsədə uyğun olar? Orada 3-5 arası olmalıdır, optimal seçimdir Niyə o deyir. qədər çox olmaz? Səbəbi sizcə Çünki nədədir? həddindən artıq sayda deyir olduqda, məsələn, həm sinifə həddindən artıq çərçivəyə salmaq çətin olur, həm də şagirdlər üçün onların yadda saxlaması üçün məsələn çətin olur da. Sinif qaydaları tərtib edərkən deyir, cümlə quruluşuna da fikir vermək lazımdır. Məsələn, neqativ, məsələn, mən müəllim olaraq uşaqlara neqativ, yox, olmaz bu kimi sözlər əvəzinə məsələn təsdiq cümlələri qura bilərəm. Məsələn, uşağa qaçmaq olmaz əvəzinə biz məktəbdə
məktəbdə ancaq yeriyirik. Bu kimi cümlə quranda daha effektiv ola bilər. Bəli, Yəni indiki pozitiv dildə yazılma. uşaqların bizdən gözləntisi tam fərqlidir. Bəli. Bəli, yəni qaçmaq olmaz əvəzinə çox yerimək olmaz. Bu kimi cümlələr uşaqlar üçün daha məqsədə uyğun hesab olunur. Davam Bəli, edək. aynen. Bir də ki, sinif qaydalarını izah edərkən bu qaydalara biz müəllimlər olaraq özümüz də əməl etməliyik. Rol model olmalı, şagirdlərə bu qaydalar Bəli. pozduqda onların nələr gözləyəcəyini başa salmalıyıq ki, sonradan anlaşılmazlıq olmasın. Yəni bunu anlasalar, onlar qaydalara əməl edəcəyi ehtimalını daha yüksəldirlər, Hər daha effektiv sahədə, şəkildə əməl edirlər. hər işimizdə spesifiklik önəmlidir. Spesifiklik nə deməkdir? Yəni aydın şəkildə çatdırma. Adicə deyirik ki, şagirdi qiymətləndirərkən belə spesifikliyə scaffolding strategiyasında ən vacib məsələdir. Keç 2 aldın demək keçmişdə qaldı. Niyə 2 aldın? Səbəbi nə idi? Nəyə görə səni bu cür qiymətləndirdim? İndiki bizim balalarımız bizdən onu tələb edir ki, aydınlıq olsun. Davam edək. Sonra prosedurlar var. Yenə prosedur da mənim ən vacib komponentlərdən biridir. Prosedurlar insanların davranış və fəaliyyətlərini deyir, hansı qayda ardıcılıqla həyata keçirilməli olduğunu göstərir. Məsələn, deyirik ki, iri marketlərdə hansı istiqamətdə marketə daxil olmaq, məsələn, hansı tərəfdən çıxmaq, alış-veriş zamanı kassaya necə yaxınlaşmaq, bu prosedurlara nümunə ola bilər. Yəni gündəlik həyatda gördüyümüz işlərdən ardıcılığı. Məsələn, iri marketdə biz o marketə giriş etməmiş kassaya məsələn alış-veriş edə bilərikmi? Xeyr, ilk öncə giriş etməliyik. Sonra məsələn alış-veriş edib kassaya yaxınlaşmalıyıq. Sonra məsələn çıxış etməliyik. Yəni bir sözlə gördüyümüz işlərin ardıcılığı deməkdir. Məsələn, onu da misal göstərim ki, təyyarə ilə uçuşa gedərkən, səyahətə gedərkən orada hava limanında insanların qeydiyyatdan keçməsi, yəni bu ardıcılıq yenə prosedurlara nümunədir. Bir sözlə, Nay müəllim, uşaq da bilir ki, prosedurlar bizim gündəlik həyatımızın hər bir hissəsində yəni var. Bu proseslər daha rahat və axıcı, yəni həyatımızı, işimizi daha rahat və axıcı edir. Məsələn, mən tərbiyəçi müəllim olaraq sinifdə məsələn bəzi hallar olduqda əvvəlcədən sinif prosedurları tətbiq edə bilərəm. Hansı hallarla qarşılaşanda? Məsələn, görürəm ki, uşaq dərsə gecikən zaman sinifə daxil olanda, iş vərəqləri ötürüləndə, qiymətləndirmə zamanı görürəm ki, məsələn, köçürmə halları yaşananda, sinif müzakirələri olanda, sinifi tərk edəndə, müəllim sinifdə olmayanda, təhlükəli hallar, məsələn, zəlzələ, yanğın zamanı, tapşırığı tez bitirəndə, diqqəti müəllimə yönəldilməsi lazım olanda, yəni bu hallar olanda məsələn sinif prosedurları tətbiq edə bilərəm. Misal üçün deyirəm, məsələn, şagirdin biri dərsə gecikdiyi halda qapını döymədən həmin məsələn içəri daxil olur. Bu halda deməli bu uşağa hər hansı bir prosedur tətbiq olunmayıb da. Müəllim ona niyə gecikdiyi halda gecikdiyi ilə bağlı sual verəndə uşaq özünü haqq qazandırmaq üçün cavab verir. Bircə müəllimlə uşaq arasında dialoq yaranır. Bu da dərsin vaxtını alır da, dərsin gedişatına mənfi təsir göstərir. Həm də digər uşaqların fikrini yayındırır, sonradan uşaqların dərsə cəlb olunmasına mənfi təsir göstərir. Bir də ki, müəllim burada uşaqla arasında konflikt yaratmamalıdır, ona mənfi təsir göstərən münasibət qurmamalıdır. Məsələn, müsbət münasibət qurmalıdır da. Məsələn, uşağa müəllim bu vəziyyətdə nə etməlidir? Mən müəllim olaraq nə etməliyəm? Əvvəlcə vurğulamalıyıq ki, müəllim sinifə məsuliyyətli olun formasında gözlənti verməlidir uşağa ki, məsuliyyətli olmağın bir göstəricinin də dərsə vaxtında gəlmək olduğunu uşağa bildirməlidir. Belə gözlənti qoyduqda uşaq da başa düşür ki, dərsə gecikmək olmaz, dərsə vaxtında gəlmək lazımdır. Bir də ki, məsuliyyətli olan, səriştəli olan hər bir müəllim dərsə gecikmə ilə bağlı məsələn əvvəlcədən belə prosedur hazırlayır. Tutaq ki, uşaq dərsə gecikdi, uşağa məsələn deyir ki, sakitcə sinifə daxil oluruq, yerimizə keçirik və dərsə qoşuluruq. Sonra məsələn orada var ki, sinif müzakirəsi proseduru var. Deyir, qarşılıqlı hörmətə riayət edirik, danışanı diqqətlə dinləyirik, baxışlarımızı ona yönəldirik. Yəni biz tərbiyəçi müəllimlə uşağa deyirik. Danışmaq istədikdə əlimizi qaldırırıq. Sonra şagirdlərin diqqətini müəllimə yönəltmək üçün prosedur var. Müəllim əlini qaldıranda, məsələn, şagirdlər qələmləri yerə qoyurlar, müəllimə baxırlar, sakitcə müəllimi dinləyirlər. Bir də var məsələn, məsələn, bunları həyata keçirdiyimiz ardıcılıq necə olur? Birdən-birə elə bu uşaqlar öyrənirlər ki, belə eləmək lazımdır. Yoxsa biz müəllimlərin həyata keçirilməli olduğu 3 əsas məqam var. O hansı məqamlardır ki, onları etməliyik ki, o qaydalar, üzr istəyirəm, prosedurlar tam olaraq şagirdlərdə möhkəmlənsin. Bəli, ay müəllim, bu prosedurları öyrətmək üçün 3 addımdan istifadə edirik, öyrədirik, məşq edirik, möhkəmləndiririk ki, uşaqlar bu prosedurları daha yüksək səviyyədə başa düşsünlər. Sonra orada
deyir ki, sinifin evə buraxılması proseduru var. Məsələn, evə getməzdən əvvəl yoxlayırıq. Stolumuz səliqəlidirmi, ay uşaqlar? Stolumuzun ətrafı təmizdirmi? Ev Tamam. tapşırığımızı götürmüşükmü? Yəni burada prosedurun öyrədilməsi nədir? Yəni mən müəllim olaraq uşaqlara deyirəm ki, mənim sevimli şagirdlərim, burada nələrə əməl etməliyik? Məsələn, əvvəlcədən prosedura əməl etdiyinizə əmin olmadan sinifi tərk etməyin. Məsələn, dərsin sonuna 2 dəqiqə qalmış, mən sizə xəbər verəcəyəm. Məsələn, zəngin vurulmağını, çıxmağımıza. Siz partanızı, ətrafı təmizləyəcəksiniz, evə götürməli olduğunuz şeyləri yoxlayacaqsınız. Yalnız bu zaman evə getməyə hazır olacaqsınız. Mən yaxşı yol deyəndə, xudafiz deyəndə siz sinifi tərk edəcəksiniz. Məsələn, sonra məşq edirik. Partam səliqəli və təmizdir. Burada uşaqlar müəllimə bildirirlər. Kitablarım və mənə məxsus olan əşyaları götürmüşəm. Partamın ətrafı təmiz və səliqəlidir. Mən yaxşı yol deyəndə getməyə hazırsınız. Get. Məsələn, müəllim partanın arası gəzir və müşahidələrini sözlə ifadə edir. Bu stol təmizdir, bu sıra təmizdir. Ev tapşırığını götürdüyümüz üçün çox sağ olun uşaqlar. Yəni burdaca məşq elətdirir uşaqlara. Tamam. Möhkəmləndirdikdə də bu müəllim bu proseduru hər gün yerinə yetirir. Bu uşaqlar bu prosedur üçün nə etdiklərini başa salır. Onlara prosedura əməl etdikləri üçün təşəkkür edir. Təşəkkürümüzü Ay, tamam. bildiririk. Bir də ki, Müəllimlər, müəllim aha, sözün tamamla deyin, ay müəllim, siz deyin. Dəfələrlə qəbula prosedurlarla bağlı situasiyalar düşür və bizdən sadəcə nəyi istəyir, nəyə diqqət etməyimizi istəyir müəllimlərdən. Məsələn, deyir ki, tutaq ki, Ləman müəllim dəfələrlə proseduru şagirdlərə bildirməsinə baxmayaraq, yenə də şagirdlər əməl etmir. Ləman müəllimin burada hansı prosesi düzgün addım hesab etmək olmaz, nəyi düzgün etsəydi, bu problem yaşanmazdı. Cavab olaraq orada yalnız öyrətmirik, öyrətməklə yanaşı məşq etdirik. Məşq etməklə yanaşı, bəli, ən sonunda möhkəmləndiririk. Uşaqlara təşəkkür etdiyimiz an bizim möhkəmləndirdiyimiz andır. Yəni artıq tam əmin oluruq ki, bəli, bu prosedur tamamilə tətbiq olunub. Başqa nə əlavə fikrimiz var? Əlavə odur ki, yəni möhkəmləndirməkdə müəllim israrlı olmalıdır da. Yəni bu prosedurları öyrətməkdə israrlı olmalıdır. Məsələn, müşahidələr göstərir ki, müəllim sinifə prosedur tətbiq edərkən əvvəlcə şagirdlərə maraqlı gəlir, lakin onlar prosedura riayət etmirlər və müəllim də bu prosedurun effektiv olmadığını düşünüb şagirdlərdə formalaşması üçün daha cəhd göstərmir. Lakin müəllim prosedurların öyrədilməsində israrlı olmalıdır. Məsələn, bu vərdişin insanda formalaşması üçün bacarığı müəyyən müddət, məsələn, tədqiqatçılara görə deyir 21 gün davamlı şəkildə istifadə edilməsi daha məqsədə uyğun olar. Bəli. Yəni əks halda məsələn bu 21 gün məsələn davamlı şəkildə olmasa deyir əks halda həmin bacarıq vərdişə çevrilməyəcəkdir. Sonra orada məsələn təcrübədə sinifin idarə edilməsi üçün lazım olan strategiyalar var. Deyir aydın prosedur, yüksək gözlənti, qaydalar yaradın, şagirdlərinizə öyrədin. Biz tərbiyəçi müəllimlərdən yəni bunlar tələb olunur. Deyir yanlış davranışı nə ilə nəticələyini uşaqlara aydın şəkildə bildirin ki, sonradan anlaşılmazlıq olmasın. Dərs ilinin ilk Elə günündən dediyimiz spesifiklik odur. Hər sahədə spesifiklik önəmlidir. Bəzən anlaşılmayan şəkildə, lakonik şəkildə ifadə edirik. Uşaqlarda və valideynlərdə narazılıq yaranır. Amma mən yalnız sinif qaydaları, prosedurlarda yox, eyni zamanda sinifin idarə olunmasında məktəb valideyn üçbucaqdır. Valideynlərlə də israrlı olmaq bizdən tələb olunur. Bəzən elə valideyn var ki, çox məsuliyyətsiz yanaşır. Valideyn maraqlanmır. Bu zamanda biz yenə israrlılığımızı nümayiş etdiririk. Davam eləyək. Başqa əlavə sözümüz var. Məsələn, şagirdlərə özünü idarə etmə qabiliyyətini aşılamalıyıq. Əməkdaşlıq şəraitində öyrənməyə xüsusi diqqət yetirməliyik. Yəni şagirdlərin davranışını hamı gözü qarşısında müzakirə etməyin deyir. Uşaq olduğunuz vaxtları yaddan çıxarmayın və tez-tez gülümsəyin. Yəni biz müəllimlərdən bunlar tələb. Sinifin effektiv idarə edilməsinin sinifə öyrənməyə təsiri deyir nədən ibarətdir? Məsələn, burada şagirdlər deyir dərsə, məsələn, sinifə tam cəlb olunurlar. Sonra şagirdlər onlardan nə gözləndiyini bilirlər. Adətən uğur qazanırlar. Sinif heyəti şagird yönümlü. Yenə yəni gəlir eyni anlama çıxır. Yenə spesifikliyi verir və uşaq anlayır ki, müəllim ondan nə istəyir, müəllimin ondan gözləntisi nədir, müəllimin qaydaları və prosedurları tətbiqi də yüksək səviyyədə bu zaman mümkün olur. Allah, çox sağ olun.